Salam əziz dostlar, hepinizi salamlayıram. Deməli, biz bugün sizlərlə yiyəlik əvəzlikləri isimlə birlikdə necə hallanır bunu öyrənəcəyik. İlk öncə yiyəlik əvəzliyini isimlə birlikdə necə hallandıracaq bunu öyrənəcəyik. Ondan sonra isə sifəti isimlə birlikdə necə hallandırırıq bunları öyrənəcəyik Gürcü dilində. Deməli, gəlin ilk olaraq yiyəlik əvəzliklərini yadımıza salaq Gürcü dilində. Hallanmaya keçmədən öncə, yoxmu? Deməli, Gürcü dilində yiyəlik əvəzlikləri hal-hazırda ekranda gördüklərinizdir. Mənim Gürcə necə olur? Çemi. Sənin şeni. Onun misi. Bizim çveni. Sizin tkveni. Onların mati. Bilirik ki, yiyəlik əvəzliklərini isimlə birlikdə işlədirik. Yəni, yiyəlik əvəzlikdən sonra, əvəzliyindən sonra isim gəlir, yoxmu? Yəni, arsebiti səxili gəlir. İsimə Gürcə nə deyirik? Arsebiti səxili. Məsələn, baxın, gəlin götürək bir isim. Məsələn, saxli, ev. Bu arsebiti səxilidir, yoxmu? İsimdir, çünki ra sualına cavab verir. Baxın, mənim evim olacaqdır. Çemi saxli. Çemi saxli. Bu forma, bax, bu saxelobiti brunvadadır dostlar. Deməli, saxelobiti brunva birinci haldır, yoxmu? Və Azərbaycan dilində adlıq hal deyə tərcümə olunur. Saxelobiti brunva. Deməli, saxelobiti brunvada bu necə oldu? Çemi saxli ya da şeni saxli sənin evin, misi saxli onun evi və s. İndi gəlin biz, bax bu çemi saxli bu frazanı götürək və ikinci halda, yəni modxrobiti brunvada hallandıraq. Deməli, Gürcündə ikinci hal olur modxrobiti brunva. Azərbaycan dilində bunu nəqli hal deyə tərcümə edirik. Modxrobiti brunva. Modxrobiti brunvada biz yiyəlik əvəzliyini isimlə birlikdə hallandırdığımız zaman yiyəlik əvəzliyi də hallanır, isim də hallanır. Ayrı-ayrı hallanırlar bunlar. Məsələn, modxrobiti brunvanın şəkilçiləri nədir? M ya da ma. Deməli, m artırılır sait köklü sözlərə, ma artırılır samit köklü sözlərə. İndi bunu bilməyən dostlarımız üçün bu sait köklü nədir, ya da samit köklü nədir, ya da hansı sözlərdir sait köklü, samit köklü, gəlin asanca başqa cür bunu başa düşməyə çalışaq. Baxın, əgər bir isim i hərfi ilə bitirsə, modxrobiti brunvada o i düşür, sözün sonundakı, ismin sonundakı i saiti düşür və biz ona ma şəkilçisi əlavə edirik. Deməli, i ilə bitənlərə ma əlavə edirik, amma i gərək düşə. Gərək o i oradan düşə, sonra ma əlavə edək. Digər saitlərlə bitən sözlərə, digər saitlər hansıdır? Gerdə qalan 4 saitdir, yoxmu? A, e, o və u. Əgər bu 4 saitlə bitirsə söz, bu zaman xeyr. Heç nə düşmür sözün sonundan və biz bu sözə sadəcə m şəkilçisini əlavə edirik. Bunu belə yadımıza saxlaya bilərik. İndi məsələn, bizim frazamız nədir? Çemi saxli, mənim evim. Nə dedim? Dedim, modxrobiti brunvada yiyəlik əvəzliyi də hallanacaq, isim də hallanacaq. Yəni, öncə çemi, bunu hallandıraq. Nə ilə bitir? I ilə bitir. Nə dedik? I düşəcək və biz buna ma şəkilçisi əlavə edəcək. Yəni, bu olacaqdır çemma. Çemma. Nəqli halda, yəni modxrobiti brunvada çemi oldu çemma. Bunu hallandırdıq. İndi keçirik ismə. İsmimiz nədir? Saxli. Bu da yenə i ilə bitir. Bunun da i'si düşəcək və biz buna yenə ma əlavə edəcək. Yəni bu olacaq saxılma. Saxılma. Yəni modxrobiti brunvada çemi saxli oldu çemma saxılma. Çemma saxılma. Ya da başqa bir fraza götürək. Məsələn, baxın, mənim qardaşım Gürcə olur çemi cma. Çemi yiyəlik əvəzliyi, cma isim. Bu saxelobiti brunvadadır. Yəni adlıq haldadır. İndi gəlin bunu götürək və aparaq modxrobiti brunvada hallandıraq. Çemi modxrobiti brunvada olur çemma, çemma da cma. Bu a ilə bitir, yoxmu? Artıq i ilə bitmir. Çünki biz nə dedik? Biz dedik i ilə bitənlərdə i düşür və biz buna ma şəkilçisi əlavə edirik. Amma gerdə qalan 4 saitlə bitənlərə sadəcə m şəkilçisi əlavə edirik və heç nə düşmür. Yəni, cma sözü
Motkrobi bununla da olacaqdı cımam. Cıma olacaq cımam. Yəni mənim qardaşım motkrobi bununla da olacaq çemma cımam. Çemma cımam. Yadınızda saxlayın, saxilobiti bununla da bir ismi necə tərcümə ediriksə, motkrobi bununla da həmən cür tərcümə edirik. Yəni çemma cımam bu yenə mənim qardaşım deməkdir. Sadəcə motkrobi bununladan biz əsasən harda istifadə edirik? Keçmiş bitmiş zamanda yox. Məsələn, man qaqeta o etdi deməkdir, o elədi. Mənim qardaşım elədi deyəndə deyəcək çemma cımam qaqeta. Çemma cımam qaqeta, yəni mənim qardaşım elədi deməkdir. Qaqeta keçmiş bitmişdədir və qarşısında da man əvəzliyi var idi. Yəni əgər bir feilin keçmiş bitmişdə hallandığı zaman qarşısında man əvəzliyi varsa, deməli o feilin subyektini hər zaman motkrobi bununla da hallandırmamız lazımdır. Bax, bu bizim yiyəlik əvəzliyi ilə ismin hallanması idi. Deməli, yiyəlik əvəzliyi ilə ismi birlikdə hallandırdığımız zaman motkrobi bununla da əlbəttə, çünki bugün biz motkrobi bununla haqqında danışırıq. Yiyəlik əvəzliyi də hallanır, isim də hallanır. İndi keçək sifətlə ismi birlikdə necə hallandırmaq lazımdır. Sifətə gürcə nə deyirik? Zetsartavi saxeli. Zetsartavi saxeli isim arsebiti saxeli. Zetsartavi saxeli arsebiti saxeli. Məsələn, baxın, götürək gəlin uprosi cıma, böyük qardaş. Burada uprosi sifətdir, yəni zetsartavi saxeli. Cıma arsebiti saxeli, yəni isimdir. Uprosi cıma. Bu hansı haldadır? Saxelobiti burunvadadır, adlıq haldadır. Bunu da biz yenə götürüb motkrobi burunvada hallandıranda yenə sifət də hallanacaq, isim də hallanacaq. Yəni uprosi cıma motkrobi burunvada olacaq uprosma cımam. Uprosi i düşdü və buna biz ma əlavə etdik, motkrobi burunvada oldu uprosma cıma, buna isə m əlavə etdik və oldu cımam. Uprosma cımam. Deməli, motkrobi burunvada biz əgər sifətlə ismi birlikdə hallandırıqsa, bu zaman sadəcə samit köklü sifətlər hallanır. Samit köklü hansı sifətlər deyirik? İ ilə bitənlərə. Çünki i ilə bitənlərin hamısında i düşür və son nə qalır? Samit qalır orada. Uprosi. İ'yi düşəndə orada nə qaldı? S qaldı, samit qaldı. Yoxmu? Samit köklüdür bu. Başa düşdünüzmü? Amma sait köklü sifətləri, yəni i'dən başqa digər saitlərlə bitən sifətləri hallandırmırıq. Məsələn, baxın, patara. Bu nə ilə bitir? A ilə bitir. Patara. A ilə bitir. Deməli, bu sait köklüdür, yoxmu? Samit köklü deyil. Çünki bu A ilə bitir və o A oradan düşmür. Sayı, yəni belə A ilə bitən və ya E ilə bitən və ya O ilə və ya U ilə bitənləri hallandırmırıq. Məsələn, patara cıma. Yoxmu? Bu frazanı, bu saxilobiti burunladır. Bunu götürək gəlin motkrobi burunla da hallandıraq. Bu olacaq patara, buna toxunmuruq, heç nə əlavə etmirik. Patara cımam olur. Patara cımam, balaca qardaş. Yadınızda saxlayın. Deməli, əgər sifətlə isim birlikdədirsə və biz bu sifətlə isim birlikdə işlədilmiş sifətlə ismi götürüb motkrobi burunla da hallandırmaq istəyiriksə, sadəcə i ilə bitənləri hallandırırıq. Sonlarından i düşür və biz onlara ma şəkildə əlavə edirik. O yüzden, məsələ baxın, uprosi oldu uprosma. Qargi, qargma. Məsələ baxın, qargi adami yəni. Qargma adamiyanma. İkisi də hallandı. Ya da mağali xe. Mağalma xem. Mağali i ilə bitirdiyi düşdü və hallandı. Amma patara bu i ilə bitmir. Və buna görə də biz buna heç nə əlavə etmirik. Patara cımam. Patara qogom. Gördünüz mü? İsim hallanır, amma sifətə toxunmuruq. M əlavə etmirik. Şəkilcə əlavə etmirik sifətə. Bax, bunu yadınızda saxlayın. Ya da məsələ uşno. Çirkin deməkdir. Uşno o ilə bitir. Gördünüz mü? Bunu hallandırmayacaq və bu olacaqdır. Uşno məsələn olsun çantam. Çirkin çanta məsələ. Çanta bu hallandı. Gördünüz mü? Oldu çantam. Motkrobi burunla da isim hallandı, amma sifətə toxunmadıq. Sifətə şəkilcə əlavə etmədik. Deməli dostlar, bugün biz sizinlə
Yiyəlik əvəzliyi və ismi birlikdə necə hallandırmaq lazımdır və sifətlə ismi birlikdə necə hallandırmaq lazımdır. Bu haqda danışdıq, amma sadəcə bir halda biz öyrəndik və bu Motxrobiti Brunva idi. Yəni nəqli halda öyrəndik. İkinci halda Motxrobiti Brunva. Ümid edirəm ki, aydın olar bu dərs sizlər üçün. Aydın olmasa ya da nə isə yenə başa düşə bilməsəniz bunlar haqqında mütləq videonun altında qeyd edin və mən onu da çalışacağam ki, başqa bir videoda sizə açıqlayayım, sizlərə çatdırım. Hər birinizə uğurlar arzu edirəm gələn videolarda görüşənədək. Sağ olun, salamat qalın.